Fərqi yoxdur. Arxa mostdur, ötürücü körpü deyilir buna. Gün bir problemlə yaxınlaşdı, tutmalar olurdu. Biz baxdıq ki, burada nə olur? Bir də bunun mostu düzdə açmışıq, indi bağlamışıq bu forma. Göstərək ki, mostun içində nələr baş verir. Bunun da səbəb niyə olub? Açığını deyim. Bunun yağ olmayıb mostda. Yağını buraxıb yoxsa... Kimin ağlına gələr ki, maşını almışsan 70-80 min getmiş maşın mostunda yağ olmasın? O yağ herhalde vardır. Bunu suyun içine salmışlardır. Yok. Suyun içine saldığın zaman yağ Hakan şey, yağ diyen şey yok idi. 10 gram yağ var idi. Yani o zavod Zavod köprünün içerisinde yağ necə çıxa bilər ki, yaş? İtkinizi gedə bilər. Neçə min kilometredir ki bu maşın? 70 bin mi? Ne kadardı? 80 bin. 80 bin kilometre sıfır yağ ile bunlar Gel bir zaman işlemleri vəziyyətinə çetin. bax. Bu yağsızlıqdan bu vəziyyətə düşür. Bu hissəsi də həmçinin. O da onun karşılığıdır. Hə. Yəni bunu ona görə də maşını alanda dəxli yoxdur. 70 min getsin, 50 min getmiş, 60 min o necə deyirlər? Mostun da yağına baxmaq lazımdır, hər şeyinə baxmaq lazımdır ki, bu niyə görə olmuş, niyə bu vəziyyətə düşür. Ona görə də biraz belə şeylər diqqətli, gör bunun vəziyyətinə. Bu da ki, 1000-dən yuxarı olan bir şeydir bu most. Yəni dişlər yeyilibdir orada mənə başlayır. Yağsızlıqdan yeyilib. Yağsızlıq. Yəni bir çox sürücü gedib əslində mühərriki sürətlə bütün yağını dəyişir, amma ötürücü körpüyə tərəf çox adam getmir. Yəni o yağı onsuz da 4 ildə bir dəyişilməlidir. Hə. Tək ötürücü körpü yox. Maşının antifrizi, soyutma mayyesidir, əyləz mayyesidir, sürətlər qutusu mayyesi, kilometrajı belə tam 80-90 min sürməsə belə 4 il ərzində onlar dəyişilməlidir, yenisi ilə əvəz olunmalıdır. Heç nə, dana göstərim, indi Hakan Usta... Hakan Usta'nın turboda hissələrimizi Mən də göstərir. yekəndə Hakan Usta biraz indi balaca şey göstərir.